Salam Müşfiq müəllim, xoş Xoş gördük. gördük Nəsib müəllim, xoş gördük. Necəsiz? Sağ olun. Bu keçən seminarın yorğunluğu, hər halda stresi artıq geridə qalıb son seminarımızın. Keçdi daha bir iki gün keçib üstündən artıq. Bu buradan növbəti seminarımızın da vaxtını deyək. 16 noyabrda inşallah növbəti seminarımız da olacaq. Bu səfərki mövzu da çox maraqlıdır və xüsusilə də yəni mən şiddətlə tövsiyə edirəm ki, bu mövzunu seçək. Müdrik kəlamlar bizə nə öyrədir? Bu mövzuları əsasən siz seçirsiniz. Və çox düşünürəm ki, çox daha da maraqlı bir seminar inşallah bizi gözləyəcək. Bu gün təbii ki, siz burdasınızsa biz fəlsəfədən danışmalıyıq. Mənim ilk sualım belə olacaq ki, Bertrand Russell var. Düzdür, sizin onunla bağlı müəyyən fikirlərinizi görmüşəm. Yəni belə də baxıram ki, çox da bəyənmirsiniz Bertrand Russellı. Aşiqi deyiləm. Düzəməlli oxumamışam. Aha, başa düşdüm. Bertrand Russellın amma belə bir fikir var. O deyir ki, elm bildiklərimizdir, fəlsəfə isə bilmədiklərimizdir. Mən istəyirəm bu suala siz açıqlama verəsiniz. Mən bilmirəm o nəyi nəzərdə tutur, amma elm bildiklərimizdir. Elmdə heyrət yoxdur. Bəziləri elmə də heyrəti əlavə eləmək istəyirlər. Amma elmdə təəccüb və heyrət yoxdur. Düzdür. Hə, fəlsəfə isə hələ Aristotel deyibdi bunu, təəccüb sferası ilə bağlıdır, heyrət sferası ilə bağlıdır. O baxımdan bu bizim bilmədiyimiz bildiklərimizdir. Biz bir şey yaranır, amma bu məhz belədir. Bunu sənin ürəyin dərinliyində bilirsən, amma bilmirsən ki, bilirsən. Bununla görüşdü. Mənə görə daha çox fəlsəfə ekzistensial və ruhani dərinliklə görüşdü. Bu mənada filosof əgər nə deyəcəyini bilirsə, o filosof deyil, o alimdir. Mən məsəl üçün çıxışlara gedəndə biraz həyəcan keçirəm həmişə. Auditoriya ilə kontakt olacaqmı və ən əsası mənim öz ürəyimlə orada kontakt olacaqmı? Auditoriyadakı adamlar girməyəcəklərmi mənim ağlımla ürəyim arasına? O rabitəni pozmayacaqlarmı? Ola bilir belə şeylər. Amma mən bilmirəm nə deyəcəm. Alim cibində hazır bir şeylərlə gedir həmişə. Çıxarır cibindən, deyir ki, bu faktım var, bu faktım var. Amma filosof tamamən boş ciblərlə gedir. Filosofun hazır heç nəyi olmur. Ürəyini götürür və gedir. Ona görə bu biraz daha çətindir. Ona görə məsəl üçün filosofların babası Sokratdan soruşanda deyir, mən bircə onu bilirəm ki, heç nə bilmirəm. O heç nə bilməmək, o da elə Russellin o fikri ilə bağlı bir şeydir. Bu müasir dövrdə təbii ki, nə qədər müasir demək olar bilmirəm, amma maraqlı şəxsiyyətlərdən biri də hansı ki, hər kəsin demək olar ki, tanıdığı şəxsiyyətdən biri də Sigmund Freuddir. Psixoanalizin banisi və Sigmund Freudin ilk öncə onu təbii ki, hər kəs psixoloq kimi gördü, amma indi artıq bir çox insanlar, hətta böyük bir kütlə onun nəzəriyyələri yanlış çıxdı deyə onu psixoloq kimi görmürlər. Daha çox filosof kimi qiymətləndirirlər. Və bir də Sigmund Freudin biz psixologiyaya, ümumiyyətlə, yəni elmə gətirdiyi terminlərə baxsaq, məsələn, Edip kompleksi, Elektra kompleksi, baxırıq ki, bunların hamısında kökündə çıxır Yunan mifologiyasına. Mənə maraqlıdır. Filosoflar, ümumiyyətlə, indi Sigmund Freud'ə bu konseptə sala biləriksə, əgər salıram, filosoflar ümumiyyətlə mifologiya ilə çoxmu maraqlanırlar? Çox. Hətta postmodern filosoflar da mifologiyanı çox ciddi bir şey sayırlar. Mifologiyanı, məsələn, adi adamlar biraz elmdən bir-iki qaşıq su içmiş adamlar həmən özlərini mifologiyadan üstün sayırlar. Mifdir bu, deyirlər. Mif sözü az qala bir şeyin yalan, saxta olması anlamına gəlib çıxıb. Mən isə mif eşidəndə anlayıram ki, bu o qədər dərin bir bilgi formasıdır. Hekayə, obraz, pritçə formasında verilsə də, buradakı biliyi xərcləyib qurtarmaq mümkün deyil. Mifoloji təfəkkür dini təfəkkürə ən yaxın təfəkkürdür. Zaten dini kitabların çoxsu da mifoloji təfəkkür dili ilə danışır. Məsələn, Adəm və Həvvanın cənnət bağından qovulması bu hadisədir, yoxsa
mifoloji təfəkkür hadisəsidir. Mifoloji təfəkkür hadisəsi kimi biz onu yorumlayıb sona qədər çıxa bilmirik. O qədər hikmət çıxara bilirik ki, oradan, yorumlarından. Hə. Amma məsəl üçün fakt olaraq nə onun tarixini müəyyənləşdirmək olmaz. Və birisi bunu faktologiya kimi şərh eləyəndə, elmi fakt kimi şərh eləyəndə mən üzümü çevirirəm bir duzsuzluq kimi. Dadın qaçırdır. Hə, dadın qaçırırlar ciddi şəkildə. İşi mənalandırmaq üçün, mifologiya həmişə mənalandırmaq üçün resursdur. Mənalandırma resursudur. Məsələn, Heraklın 9 başlı əjdaha ilə, Hidra ilə döyüşməsi. Hər başını kəsirsən, 2 baş çıxır yerindən. Bu mifdir də, amma biz bunu öz həyatımızda görürük. Bəzən başlayırıq kal-kal bir problemi çözməyə, yerinə 2 problem çıxır. 2 problemi çözürük, 4 problem böyüyür. Anlayırsan ki, sən də Herakl kimi Hidranı öldürməyə çalışırsan, öldürməyə əvəzinə ona güc verirsən. O qədər mənalar var ki burada. Ona görə də mifologiyanı bütün filosoflar ciddiyə alırlar, nağılları ciddiyə alırlar, eposları ciddiyə alırlar və sizə deyim, məsələn, Hindistanda 2 dənə böyük epos var, Mahabharata və Ramayana. Tükənməz hikmət mənbəyidir. Hər əhvalatı, hər səhifəsi. Homerin 2 məşhur eposu, İlyada və Odisseya. Tükənməz mənalar, dərinliklər. Quran özü, ondan sonra İncil özü, Tövrat özü, ya Bibliya bütövlükdə tükənməz bir yorum və məna xəzinəsidir. Şəxsən mən məsəl üçün başqa kitab oxuyam. Bunların dadını biləndən sonra başqa kitabları çox oxuya bilmirəm. Hardasa 40 yaşımdan bu yana mən ancaq qayıdıb məna resursu çox olan şeylər oxuyuram. Məsələn, son günləri Paul Repsin kitabına qayıtmışam. Rusça oxuyuram, Ploti, Kost, Zenin əti və sümüyü. Nə haqqındadır? Qısa hekayələrdir, pritçalardır, zen pritçalardır və 101 pritçadır. Bu pritçaların hardan götürüldüyü belə bəlli deyil. Biri orta əsrlərə çıxır, biri 19-cu əsrə gəlib çıxır, biri 20-ci əsrə gəlib çıxır. Çox qarışıq toplayıblar bunu. Amma bu tip ədəbiyyatları oxumağa başlayan adam tarix şuurundan kənara çıxır. Mifologiya şuuruna girir. Bir də üzr istəyirəm, bu pritçaları oxuyub özünüz yozursunuz, yoxsa orada artıq hazır bir məlumat var, sadəcə onu mənimsəməyə qalır? Yoxdur orada, Yoxdur, yorum yoxdur. Məsələn, 20 il əvvəl oxuyurdum, anlamırdım. Sonra bir 5 il əvvəl oxuyanda bir başqa şeylər anladım. Bugün dərsdə tələbələrimə məsəl üçün zen dərsini keçəndə açıb pritçalar oxuyam, oxuma prosesində görmədiklərimi görürəm. Deyirəm, gərək bir də, ona görə bir də başlamışam bu həftə onları oxumağa. Çox ləzzətli gəlir. O məni yenə dərinliklə görüşdürür yeni səviyyədə. Biz dəyişirik, hər il biz dəyişirik və dəyişmiş səviyyədə o dərinliklə təmas etmək ən böyük ilham mənbəyimdir mənim bu kitablar. Məsələn, tarix kitabı filan şey var. Burada da əslində bu idraka köklənəndən sonra real tarixdə, real incəsənətdə, ədəbiyyatda hamısı elə o işıqda başlayırsan qavramağa. Yəni mifoloji qat baxımından dəyər kəsb eləyən bir şey sənin diqqətini cəlb edir. Tarix hadisələrin özündə belə. Başqa bir sualım da var. Azərbaycanda filosof deyəndə, yəni bu müasir dövrdə ağla gələn adamlardan biri də sizin də müəlliminiz olmuş, Asif atadır. Və mən bildiyim qədərini ötkün ləqəbini də o sizə verib. Bu ləqəb hardan gəlir? Niyə ötkün? O ad verirdi. Şərqdə belə bir şey olubdu. Ustadlar tələbələrinə ad verirdilər. O onun yenidən doğulmasının təmsil eləyirdi. Və o adı çox belə təzələnmək imkanı yaranırdı. Sən yeni adla doğulurdun da. Bizdə Dədə Qorqudda da belə bir şey var idi də, yadınıza gəlsə. Adı çox gec verirdilər. Adam bir qəhrəmanlıq edirdi. Qəhrəmanlığından sonra məsələn Qazan adı verirdi buna və yaxud başqa bir şey. Ona görə bu bizim şərqin mayasında var. O da belə bir şey eləyirdi. Mən də bunu qəbul elədim. Sonra da xoşuma gəldi. Nəysə bir şey gördüm məndə ilk görüşümüzdə. Sonra mən ocağa qəbul olunanda mənə ötkün adı verdi.
Elə ötkün ki ilə yazılmalı idi, amma sifata gi ilə yazdı deyə mən də gi ilə Yenə. yazdım getdi. Bunun mənası nədir bəs? Ötmək Ötmə. sözündən. Yəni o qədər biliyi var ki, tez-tez danışa bilirmi? Mənasını mən elə başa düşürəm. Yox. O belə izah elədi. Dedi ki, bugünü ötməsən sabaha çatmazsan. Ha, Siyasəti ötməsən ruhaniyyata çatmazsan. başa düşdüm. Maraqlı. Çünki Belə məsələn, düşünməmişdim. adamların ağlının çoxusu siyasi təfəkkürdə ilişib qalır. Ki, o mənə pislik eləyir, intriqa təfəkkürü, kimdənsə qabağa qaçmaq, kimisə üstələmək, bu siyasi təfəkkürdür. Ruhani təfəkkürdə yarış olunur. Yarışın ölməsidir. Və o məni buna dəvət edir. Dedi ki, siyasi təfəkkürü ötməsən, siyasəti ötməsən ruhaniyyata Çata çatmazsan. bilməsən. Bəs ruhani Ötkünlük gərəkdir ocaqçıya. O ocaqçılığı vardı. İndi bir çoxlarını qıcıqlandırır ki, sən nə tər bu dini danan bir adamı ustad adlandırırsan. O adam çox mürəkkəb adam idi. Bəli, dini, İslamı danırdı. Təəssüf ki, və mənim içimdə də böyük bir yara yaratdı bu. Mən o konflikti illərlə sonra Asifata rəhmətə gedəndən sonra həll eləməli oldum. o vaxt qarşıdurmalarınız olmuşdu? Yox, Müəllim qətiyyən, tələbə qətiyyən. kimi yox. Sadəcə olaraq mən 3 il onu gördüm, 3 il öyrəndim. O da rəhmətə getdi. 93-də tapdım, elə bir ki, yoxsa 4 il. 97-də o rəhmətə getdi. Zaten 4 il olmadı da, yayda rəhmətə getdi. Və o perioda ərzində mən ondan bəhrələndim. Bu qəribə bir universitet idi. Universitetimi qurtarmışdım və Asif Ata Universitetini keçirdim. Və o könüllü bir universitet idi. O adam mürəkkəb idi. Ruhani təfəkkürü var idi onun. Amma dinləri rədd eləyirdi. Ruhaniyyatdan bir nəsibi var idi. O bunu çox qəşəng hiss edirdi. Qiymətini Allah verər. Amma mürəkkəbliyi var idi. Bizə Nəsimini, Rumini tərifləyirdi, Füzulini tərifləyirdi, Muhammadı tərifləyirdi. Amma bu dəyərləri yaradanlar müsəlman olublar. Mən də onu deyəcəkdim. Yəni. Müsəlman olublar və bu böyük bir parçalanma yaratdı bizim qəlbimizdə. Ocaqçıların əksəriyyətində indi onları mən izlədim mümkün olduğu dərə qalxa bilmədilər bunun altından. Mən də böyük bir böhrandan sonra bunu həll elədim və hardasa Asif Atanı adlayıb keçib İslam'a gələsi oldum. Siz təsəvvür edin ki, mən 3 il dalbadal Quran oxuyurdum, amma hələ heç yerdə Quran oxuduğumu deyə bilmirdim, dilim dönmürdü. Çünki ona qədər tam fərqli bir həyat tərzi sürürdüm, fərqli şeylər deyirdim. Sonra şəfalandırdı məni biraz bu Quran və dedim, nə deyirsiniz deyin. İndi bir çoxlar deyir, bu keçmiş Asif Ata ocağında olubdu, sən nə tər indi ruhaniyyatdan danışa bilərsən, İslamdan danışa bilərsən, nə bilim, Buddizmdən danışa bilərsən, Zərdüştlükdən danışa bilərsən. Bəli, o periodu keçdim. Bəs həmin o ocaqda olan belə deyək də filosoflardan hal-hazırda davam eləyən və yaxud da davam eləməyən, davam eləyən çox varmı yoxsa? Onların içərisində ən parlağı Ağalar Qutdur. O əsl filosofdur, təfəkkürü filosof. Aşma kitabı var idi, səhv Aşma etmirəmsə. kitabı, bir neçə nəşrini yaşadı o kitab. Bu da bir nadir bir şeydir ki, Azərbaycanda fəlsəfi kitab bir neçə nəşr yaşayır. Adətən detektiv ən çox oxuyurlar. Çingiz Abdullayev. Ya məsəl üçün Qara Volqa falan. Qara Volqa. Amma bu belə maraqlı bir filosofdur, maraqlı özünə məxsus tədqiqatı var. Son illər belə dilçilikdən girir bir çox şeylərə. Bizim zənginliyimizdir də. Amma yəni daha çox belə başa düşdüm ki, amma o birilər yox. Yoxdur. Birsiz bir. Amma o da ocaqçı deyil. O da çıxdı Asif Atanın fəlsəfəsindən. Bəhrələndi, çıxdı, başqa bir şey oldu. Bilirsiniz, Buddanın bir sözü vardı. Deyirdi ki, tələbələrinə, yolda qarşınıza çıxsaq, məni öldürün. Bu birbaşa müəllimini öldürmək deyil, amma müəllimini rədd eləmək zərurətinə gəlirsən, sonra hörmət başlayır. İndi ona görə bir çoxları anlamır ki, mən onu həm rədd eləmişəm, həm də sayğım da sonsuzdur. O mənə fəlsəfənin əlifbasını öyrədib.
sözün perspektivini anladıbdı. Əlbəttə. Düşüncədən ilhamlanan insan obrazını tanıtdırıbdı. Ha, mən bunu unudarammı bunu? Səhv eləmirəmsə o biz mənaçıyıq sözü də elə O çox onun dərin, onun dərin. ruhani sözləri var. Yəni adamlar tələskəndilər. Peyğəmbərdən belə bir söz var ki, deyir mənə bir hərf belə öyrədənin qulu olaram. Hə, bunu bunlar deyərlər, eləməzlər. Amma bu adam mənə hərfdən çox şey öyrədibdi. Mən nətər ona Dana bilən, əlbəttə. minnətdarlığımı Əslində bu bir itirim. sədaqət simvoludur və belə də məncə olmalıdır. Minnətdarlıq və təşəkkür hissi insanı Tanrıya götürən hissdir. Mesela belə bir şey Carl Gustav Jung'la Sigmund Freud'da da eşitmişdim. Sigmund Freud öləndən sonra gəlirlər ondan Carl Gustav Jung'dan müsahibə alırlar ki, bəs artıq Sigmund Freud həyatda yoxdur da, onun başına gələnləri, onun etdiklərini bizə de. O da çox maraqlı bir söz işlədir və hələ də o söz demək ki, çox insanın dilindədir. Deyir ki, hörmət yaşamaqdan daha uzun müddət davam eləyər. Yəni Freud ölsə belə mənim ona hörmətim hələ də yaşayır. Bu da elə mən buna bənzətdim sizin o dediyiniz sifətlə bağlı dediyiniz fikirləri. Bir də bayaq az öncə bir fikir işlətdiniz. Dediniz ki, ruhani təfəkkürə çatmaq. Səhv etmirəmsə elə bir şey. Ruhani təfəkkürə çatmaq deyəndə, məsələn, orada mənim ən diqqətimi çəkən bu oldu ki, ruhani təfəkkürə çatan insanda artıq o paxıllıq, məsələn, kiməsə baxıb hərəkət etməyə və s. və yaxud kimi şeylər olmur. Və düşünürəm ki, dövrümüzdə də insanlar artıq o qədər bir-birinin bəhsinə yaşayırlar ki, yəni, o getdi, mən də gedim, o aldı, mən də alım. Halbuki yəni, o bunun ehtiyacıdırmı, deyilmi, heç bunu sorğulamır. Yəni, artıq insanlar hətta övladlarını bir-birinin bəhsinə universitetə göndərirlər, bir-birinin bəhsinə evləndirirlər. Yəni artıq hər şey sanki insanlar birinin acığına öz həyatını qurur. Amma ruhani təfəkkürdə dediniz ki, bu olmur. Mənə maraqlıdır. İnsanın xislətində ümumiyyətlə bir-birinin bəhsinə yaşamaq varmı, yoxsa yoxmu? Varsa əgər ruhaniyyət bunu nə dərəcədə aradan qaldıra bilir? Bizim bir problemimiz var ki, bizim üçün başqası təhlükə mənbəyidir. Kişilər üçün başqa kişilər təhlükə mənbəyidir. Onun ailəsi üçün, onun dünyası üçün. Ona görə kişilər keçmişdə saqqal saxlayırdılar. Məsələn, sizin kimi qorxunc görünmək üçün. Brutal görünmək üçün. Hə, kobud səsli olardılar. Kişi müdafiəçidir. Ona görə kişi səhrada ya çöllükdə, dağlarda başqa bir kişiyə rast gələndə gərilir. Ki bu potensial bir təhlükə ola bilər də. Qadın üçün də başqa bir qadın təhlükədir. Onun erkəyini əlindən ala bilər, daha gözəl görünə bilər, müqayisə imkanı yarada bilər. Və bu bir problemdir bizim münasibətlərimizdə, bizi bir-birimizdən ayırır. Genetik bir problemdir o zaman. Yəni Bir heyvanat aləmindən əvvəldən gələn olan bir şeydir problem. və təsadüfi bir şey də deyil ha, olmalı bir şey. İnsan məqamı budur. İnsan məqamı heyvanlıqla ruhaniyyət arasında çırpınmadır. Bəziləri heyvan qalır, bəziləri Bir körpüdür. Heyvandan mələyə qədər belə deyək, bir körpüdür. Və bunun acısını insan yaşamalıdır. Bu insanın yüküdür. Məsələn, Professor Moreau'nun Adası adlı bir əsər var. Herbert Wells'in. Bilmirəm, maraqlanmısınızmı? Yox. Film zat da çəkiblər buna bağlı. Ondan ilhamlanıb Bulgakov it ürəyini yazmışdı. Onu oxumuşam. Ki bu Professor Moreau heyvanları yığır adaya, onların üzərində əməliyyat keçirir və onları insanlaşdırır. Və bu heyvanlar dik gəzməyə başlayırlar, amma içlərində biri qaplan olubdu, indi insan olub. Ət iyi çəkən kimi dəri olur. O birisi məsələn qoyun olub, indi insan olubdu. Kütlük və yuxulluq basır onu həmişə. Yəni bu cəhətlər bizim heyvani keçmişimiz təsir edir bizə. Bu əsər özü ümumiyyətlə məni çox həyəcanlandırmışdı. Uşaq vaxtı oxumuşam. Dəhşətə gətirdiyi, həyəcanlandırdı və mən başa düşdüm ki, bu insanlıq haqqında bir mifdir. Əsər olaraq bir mifdir ki, biz bunu daşıyırıq. İndi bu başqası bizim üçün problemdir. Amma ruhaniyyat perspektivi o vaxt yaranır ki, biz başqasını ləğv edirik. Nəinki özümüzü özümüzlə identifikasiya edirik. Biz başqasını ləğv edirik. Biz külli insan oluruq. Nəsimi deyən kimi. Bunun üçün, məsələn, ən gözəl praktika yaxşılıq eləmək praktikasıdır. Mən elə anlayıram ki, biz insanlara Allah bütün dinlərdəki deyir, gedin, yaxşılıq eləyin. Yaxşılıq eləyəndə mən səninlə özüm aramdakı uçurumu azaldıram.
və bağ yaradıram. maneəni azaldıram. Çünki maneə gerçək olaraq mövcuddur. Siz özgəsiz, sizin boğazınız ayrıdır, mənim boğazım ayrıdır və s. də. E, və bu yaralayır bizi, ayırır. Heyvan heç vaxt Allahı dərk eləyə bilmir. Çünki onun üçün başqası ya yemdir, ya düşməndir. Ya yemdir, ya düşməndir. Bizim üçün də bu ya yem, ya düşmən olanda başqaları biz siyasi təfəkkürdə oluruq. Əla. Ruhani təfəkkürə gələndə başqası sən olursan. Məsələn, İsa Peyğəmbəri hələ də anlayanmırlar. Deyir, bir üzvə vuranı çevir o bir üzvə vursunlar. Səndən köynəyi istəyənə kaftanını da ver. Buddanın bir sözü var, deyir ki, səndən çox belə istəsələr ver. Sözə bax ha. Yəni ki, az istəsələr ver. Yox, çoxu necə verim? İnsanım axı mən. Mən də yaşamalıyam. Amma deyir, çox belə. Yəni, sən nəhəng bir sıçrayış eləməlisən. Özündən çıxmalısan. Başqası ilə özün arandakı Çin səddini sökməlisən. Ona görə biz başqaları ilə əlaqəni sökəndə, maneəni sökəndə Allaha yaxın oluruq. Ona görə Quran deyir ki, qohumlarla əlaqəni yaxın tutun. Qohumlar bir çoxları nipriyat, belə xoşa gəlməz adamlar olurlar. Adam hər işinə burun soxurlar, problem yaradırlar. Paxıllıq, qısqanclıq. Qısqanclıq, problemli adamlar var içlərində. Əlbəttə. Kriminal adamlar var içlərində. Uzaq olmaq istəyirsən, ola bilmirsən. Allah özü gətirib qoyub səni. Və bu adamlarla Allah deyir ki, əlaqənizi kəsməyin. Və yolçularla, kənar problemə düşmüş insanlarla həp əlaqələr yaradın. Çünki bu mistik bir ayindir. Başqalarla əlaqələri bərpa eləmək dolayısıyla biz Allaha yaxınlaşmış oluruq. İsa Peyğəmbər deyir ki, gələcəksiniz deyir axirətdə, Allah deyəcək ki, məni niyə çörəksiz qoydun, yeməksiz qoydun, qapıva gəlmişdim. Deyəcəksiniz, ay Allah, sən nə vaxt gəldin qapıma, mən sənə, mən bütün gün ibadət edirdim, bütün günü qurban kəsirdim. Deyir, mən o dilənçi idim, gəlmişdim qapına, sən məni qovdun. Bir qap xörək qıymadın mənə. Yəni ki, Allah İsa'nın dili ilə deyir ki, ehtiyatlı olun. Ətrafınızda gördüyünüz insanlar sizin sınavınızdır. Ona görə bu ruhani təfəkkür tamamən qeyri-təbiidir, amma ali dərəcədə təbiidir. Ali dərəcədə təbii olan, adi dərəcədə təbii olanla ziddiyyət təşkil edir. Amma adinin özünün dərmanı yoxdur, xilası da yoxdur. Onun dərmanı ancaq alidədir. Yalnız ali həyatda, ruhani həyatda insan öz adi həyatının bütün ziddiyyətlərindən qurtula bilir, onların həllini bula bilir və xoşbaxtlıq nə olduğunu. İnsanı əyninə biçilmiş həyat deyil adi həyat, adi təfəkkür. Yalnız ruhani həyatda o özünün tamamlanmasını yaşayır. Ona görə biz tamamlanmamış əsərik. Bizi qələmlə düzəldir Allah. Deyir, Qələm surəsi var. Mən orada o mesajı görürəm ki, Allah bizi necə yaradır, heyvanları necə yaradırsa onlar elə qalırlar. İnsan isə özünü elmdən, qələmdən bir də yaratmalıdır. İnsan tərbiyəyə ehtiyac Həyat edir. prosesində təbii ki. Budda deyirdi ki, hətta heyvanı belə tərbiyə eləyəndə ki, bu ona lazım deyil. Məsələn, fili tərbiyə edirsən, atı tərbiyə edirsən, onu ilə çox işlər görmək olur. Tərbiyə belə bir şey yaradır. Əlbəttə, atlan hər iş görmək olur. Amma vəhşatla o işi görənməzsən. Düzdür. İnsanı da tərbiyə eləyəndə o heyvandan daha artıq olur. O gedib Allahı dərk edə bilir. Ki bizim həyatımızın, bizim dərdimiz odur ki, biz Allahdan uzağıq. Bizim dərmanımız da odur ki, biz Allaha çataq. Başqa bir səviyyədə həll olununa görə ruhani idrak bax belə bir şey. Zaten mənə maraqlıdır ki, məsələn, indi düz yəqin ki, insan olubsa,
İnsan yaşadığı dövrdə bu problemlər həmişə olub. O vaxt mən sizə bir şəxsi sual vermişdim. Demişdim ki, çox qədimdə yazılan bir əsər, bir kitab, məsələn, Gətirək Quranın özündə 7-ci əsrdə yazılıb. Bəs biz onu 21-ci əsrdə yaşaya bilərmi? Siz demişdiniz ki, hətta Homerin kitabları, daha da qədim olan kitablardan belə nələrsə öyrənmək mümkündür. Nələr yox, Hər şey öyrənmək mümkündür. Həqiqətən də oxuyanda baxırsan ki, yəni dəyişən bir şey yoxdur. İnsan insandır. Sadəcə görünüş dəyişib, forma dəyişib. Yəni bu Hətta şəkildə. dəyişən bir şeylər varsa da, onları anlamaq üçün insanın ilkinliyinə qayıdıb anlamaq lazımdır. Mən bir misal çəkim də. Məsələn, qəfəsdə böyümüş şir şikəst şirdir. Onun psixikası da şikəst olubdur. O qəfəsdə yaşamalı deyil. Onun azadlığı olmalıdır. Qaçmaq imkanı olmalıdır özünün güclü rəqiblərindən və qalib gəlmə imkanı, təqib etmə imkanı olmalıdır ovunu və güclü rəqiblərini. Ona bu imkanı verməyəndə onun psixikası anormal bir şəkildə təzahür olunur. Amma o anormalı belə anlamaq istəyirsənsə, normal aslanın davranışının üzərindən anlaya bilərsən Müqayisə ki, eləmək. bu necə şikəst olub, bu vəziyyətə düşübdür. İnsanı da dəyişdiriblər. Bizim həyatımız anormal həyatdır da. Amma məsələn vaxtaşırı eşidirik ki, filan yerdə filan kəsi zorladılar. Şoka düşürük. Bu bilirsiniz, bəzi axmaqlar elə bilir ki, bu yalnız Azərbaycanla bağlıdır. Almaniyada da bu var, Əlbəttə, bu bütün- Amerikada da bu var, bütün ölkələrdə də bu var. Bu insan təbiəti ilə bağlıdır. Biz şoka düşürük. Bəs biz insanı bu qədər sivilleşdirmişik. Bu niyə belə vəhşi hərəkətlər edir? Və Quran da açır, mərhəm, namərhəm söhbətləri danışır. Ki, kimlənsə mərhəmsən, kimlə namərhəmsən. O ilkinliyi təmsil edir Quran. Başa düşürsünüz? Və şəkli dəyişmiş həyat formasını da anlamaq istəyirsənsə, şəkli dəyişməmiş ilkin həyat formasının reseptlərinə boylanacaqsın. Baxın, müqayisə etməlisən. O sizin danışdığınıza əsasən yadıma bir şey düşdü. Mən bir dəfə belə bir şey oxumuşdum. Səfər söhbət Afrikada olub. Fili bağlayıblar dirəyə. Sonra bir adam gəlib görüb ki, bir turist deyəsən elə bir hekayədir. Gəlib görüb ki, böyük bir fildir, amma dirəyə bağlanıb qalıb elə dirəyin yanında. Halbuki bir dənə tərpənsə dirək qopacaq da. Hindistan olar. Hindistan bəlkə də elə Çünki Afrika fillərini əhəlləşdirmək olmur. olmur. Vəhşidirlər. Çoxdan oxumuşdum. Soruşur ki, bəs bu necə, yəni çıxmır da bu ipdən? Deyir ki, uşaq vaxtı bağlamışdıq, gücü çatmırdı dirəyə qırmağa və hal-hazırda elə bilir ki, bu dirəyi də qıra bilməz artıq. Yəni cəsarəti sınıb artıq. O sizin aslan məsələsini danışdı, yadıma bu düşdü. İndi mən belə bir şey də fikirləşirəm, o ruhani təfəkkürlə bağlı. Məsəl üçün insan var ki, bir yaxşılıq eləyir, bunu öyünmək üçün eləyir. Məsələn, burada bu yaxşılıq elədi. Halbuki bəlkə də yaxşılıq elədi insan mənəm və mən istəmirəm ki, bunu ətraf bilsin də. Və bu bütün hər kəsə gedib danışsaq bu yaxşılıq. Mən belə elədim, mən belə elədim. Yəni biz amma nə olsun ki, baxanda məqsəd yaxşılıq eləyib də, yəni nəticə olaraq yaxşılıq eləyib. Ancaq mən düşünmürəm ki, bu insanı biz ruhani təfəkkürdə bir insan kimi qiymətləndirə bilərik. Çünki yaxşılıq eləmək tək şərt deyildi. Artıq insanlıq elə olub ki, insanlıq yaxşılığın da altında hər hansı bir niyyət, mənfi niyyət gizlədir. Təbii. Amma deyir də, razıyam ki, ona böyük bir fayda vermir. Bu barədə Quran özü də deyir, Maun surəsində, yalandan ibadət eləməyin heç bir faydası olmur adama. O cür yaxşılıqlar da reklam üçün, nə bilim, hamı görsün, bilsin, bunu mən elədim. Bu məhv edir. Məsələn, İncildə belə bir əhvalat var ki, İsa Peyğəmbər gəlir məbəddə, Yeruşalimdə, bütün axşamı oturur o qurbangahın yanında ki, ora pullar atırlar, sədəqə qutusunun yanında. Və günün axırında tələbələrindən birisi əvarə soruşur ki, müəllim, burada nə gördün sən də maraqlı gün ərzində? Deyir, bura çox adamlar gətirdi, pul tökdü. Birisi deyir, nə bilim, bir torba qızıl tökdü, o birisi nə bilim, neynədi. Çox zəngin adamlar gördüm, orta səviyyədə adam. Amma bir dənə kasıb qadın gəldi, 2 şəkil tökdü, qoydu ora. 2 qəpik, belə deyək. Ən çox o verdi. İndi o necə verdi? O 2 qəpik onun günlük qazancıydımı, aylıq qazancıydımı? İndi mən bunu bilmirəm də. O dövrün para bilimindən də xəbərim yoxdur. Amma anladığım budur ki, burada ürəklə vermək məsələsi var.
sən bunu təkəbbürlə eləmirsən, şeylə, üzünün ifadəsi var. Bilirsiniz, mən görmüşəm elə adamlar, zəngin də adamdır, amma o qədər yaxşılıqlar eləyib ki, üzü nur olubdu. O adamı görəndə mən özümdən utanıram. Və deyirəm ki, Allah məsəl üçün yaxşı eləyir mənə belə adamlarla vaxtaşırı tanışdırır. Mən bu adamları çox xeyirxah adamın üzü güzgüyə dönür. Ona baxanda həya eləyirsən. O güzgüyə dönüşdürür üzünü. Xeyirxahlıqdan yoğrulmuş üzü. Elə adamlarda görürəm ki, onlar da xeyli yaxşılıqlar eləyiblər, amma üzlərində o effekt yaranmayıb. Nur yoxdur. Nur yoxdur, hə. Yəni ki, nə tərsə uduzubdur bu. Yalnız pul xərcləyibdir. Eynən, bilməməyə xəc. Bu bir investisiyadır da. Bu da ruhani biznesdir. Allah elə belə də deyir ki, mənə borc verin. Mənə yatırım verin. Bu yatırımlar da bir çoxları batır. Necə ki, iqtisadiyyatda yatırım batır, ruhaniyyatda da bir çoxların yatırımı batır. Zamanı batır. Bunu gərək ürəkdən istəyəsən. Səmimiyyətlə buna doğru gedəsən. Niyə verdiyi onsuz da Allahdan gizlədə bilmərsən də? Nə üçün verdiyi? Məsələn, məndən gizlədərsən, səndən gizlədərsən, amma Allahdan gizlədə bilmərsən. İsa Peyğəmbərlə bağlı mövzunu davam etdirərdim. Burada çox hikmətli şeylər var. Bir 70 yaşında farisey gecə vaxtı gəlir onun yanına. Gündüz qulaq asıb, bu oğlan da 33 yaşı vardı İsa Peyğəmbərin. Cavan oğlan idi. Təsəvvürləyin. Qulaq asır ona, ömrü boyu ruhaniyyət öyrənmiş 70 küsur yaşında bir adam. Görür ki, bu müdriklük təşnəsidir də. Allah buna necə veribdi bunu? Niyə mən ömrü boyu ibadət eləmişəm, 50 ildən çoxdur ibadət edirəm. Mənə vermədi bu nuru. Bu oğlana veribdi. Çox narahat olur. Gecə vaxtı gəlir onun yanına. Gündüz gəlmir ki, görərlər. Ki filan alim getdi o cavan müəllimin yanına. Gecə gəlir, utana. Amma sirri də öyrənmək istəyir. Deyir, necə gəldin, çıxdın sən bu şeylərin biliyinə? Ki, adam oxuyurdu əskəhdi, şərh eləyirdi, şərhinə doyum yox idi. Tükənməz məna perspektivi görürdü hər ayədə. Sən buna necə gəldin? Çatdı da deyir ki, həqiqətən yenidən doğulmasan, yəni bütün öyrəndiklərini unut. Bir də yenidən doğulasan gərək, hər şeyi yanlış eləmişsən, motivasiyan yanlış olub. Sən bir professor olmusan, müdrik olmamısan. Əgər insan bilik axtaranda ümumiyyətlə bir düşünməlidir yaxşı. Sən professor olmaq istəyirsən, yoxsa müdrik olmaq istəyirsən? Professorun başında çoxlu biliklər olur. Dərinliyi olmur. Həyata düz baxır. Bilmirəm, belə faktları bilir, yığıb başına çoxlu faktları. Dərinliyi yoxdur o adamın. Müdriklərin dərinliyi olur. Dünyada ən ləzzətli şey də müdriklükdür. Sizə bir şey deyim. Kimə hikmət vermişəm, deyir Allah Quranda, ona ən böyük neyməti vermişəm. Şübhəsiz ki, var, dövlət də Allahın neymətlərindəndir. Amma müdriklük ən böyük neymətdir. Bunun dadını bilənlər bilir. Və o da, İsa da gülür, deyir ona ki, bəs gerçəkdən sən bir də doğulmalısın. O da deyir, mən 70 yaşında kişi təzdən anamın qarnına girib başa düşmür. Sözləri bir mənalı anlayır. Sözlərin məna perspektivini görməkdən məhrumdur. Olduğu kimi başa düşür. Bax, mənə Asif Ataya olan minnətdarlığım həm də ona əsaslanır ki, sözlərin məna perspektivini göstərən ilk insan idi mənə. Mən ona qədər ancaq professor tanıyırdım. Ağıllı, oxumuş adamlar tanıyırdım. Bu isə oxumuş adam deyildi. Bu görən adam idi. Təhsili var idi ümumiyyətlə Asif Atanın. Fəlsəfə doktoru. Fəlsəfə doktoru idi. Yəni indiki şeylə desək, fəlsəfə elmləri namizədi idi. Professorluğa artıq gedə bilmədi. Da o getmədi deyə mən də getmədim. Siz də saxlamısınız. Mən də dedim ki, müəllimimdən bu məsələdə qabağa düşmək mənə düşməz. Mənə maraqlı gələn siz nədir? İndi danışdıq da rasionalizm, irrasionalizm. Kişiləri daha çox rasional varlıq adlandırırlar. Yəni məntiqi, qadınları isə daha çox irrasional. Çindən gəlir. Aha, daha çox irrasional varlıq adlandırırlar. Yəni emosional varlıq. Və biz baxırıq ki, ruhaniyyətdə daha çox irrasionalizm var da.
Aha, Amma ruhani, yəni ən müdrik tanınmış ruhani kişilər. kişilərdir. Bəli. Onu Lao Tzu da deyirdi. Bu nə maraqlı bir. Bunun haqqında indi danışmaq biraz çətindir, politkorrekt sayılır. Aha. Feministlər o dəqiqə şüvən qoparırlar. Amma bunu qədimdə biliblər. Bu mənbələrdə var. Şərq fəlsəfəsinin hər səhifəsində bunu tapa bilərsiniz. Ki Lao Tzu isə bu barədə açıq bir kitab yazıb. Mən tərcümə eləmişəm onun kitabını. Dao De Ching'i. Hal-hazırda o kitablar var, Satışda satışda var, var. Librafda satılır. O şərq fəlsəfəsinin ən böyük mənbələrindən birisidir. Deyir ki, həqiqəti kişi dərk eləyə bilər, amma qadınlıq potensiyasını inkişaf etdirmiş kişi. Aha. Məsələn, onun belə bir sözü var ki, göylərin qapısı açılan zaman sən bir qadın ola bilərsən. Bunu kişiyə deyir ha. Yəni, göylərin qapısı açanda sən təslim olacaqsan. Sən qəbul edən olacaqsan. Təslim olacaqsan. Kişi həqiqətin boğazından yapışır. Məsələn, bu tərəf elə bilirəm ki, Musa Peyğəmbər də daha çox güclü, çox həvəsli idi həqiqət üçün. Amma qadınlıq enerjisi həqiqətin ayağına salır adam. Həqiqət gəlir və təslim olursa. Ümumiyyətlə, qadın və kişi davranışında bu şey olur da, kişi əldə etməyə çalışır, qadın təslim olur ona. Və bu rəqsin, belə deyək, bu iki qüvvənin, qadın və kişi qüvvəsinin rəqsinin psixodinamikasının gözəlliyi bundadır. Məsələn, eləyirlər, indi məsəl üçün qadınlar üzük çıxarır, kişiyə eşqini bildirir. Duzsuzluqdur bu. Bu tamamən təbiətə ziddir. Eləyə bilərsiniz bunu gülmək üçün, Əylənmək üçün. əylənmək üçün eləyə bilərsiniz, amma insan psixikası bunu qəbulləmir. Çünki başa düşürsünüz, kişi gözəl deyil. Kişi bir qəhrəmanlıq eləməsə, kişi bir hünər çıxarmasa özündən, sənin diqqətini cəlb eləməyəcək. Sən yazıq kişini sevməyəcəksən. Sən üzük bağışladığın kişini sevməyəcəksən. Əsarətin altı qalacaqsan sən. Alfons ideyasında sən o Alfonsa aşiq olmayacaqsan. Alfons sənə çox rahat ola bilər, əlverişli ola bilər, həmişə yanındadır. Amma sənin ağlından maço keçəcək həmişə. Sən ona aşiq olmayacaqsın. Ona görə bu dinamika ləğv olunmazdır. Və bütün peyğəmbərlər, bütün müdriklər kişilərdir, amma onların içində çoxlu irrasional başlanğıc inkişaf edir. Mistika, mifoloji təfəkkür özü qadınsı idrak tələb edir adamdan. Ona görə də bu da çox qəribədir ki, məsələn, bu təfəkkürün istehlakçılarının da çoxsu qadındır. Mən məsəl üçün auditoriyama baxanda mən hardasa 60%, 70% qadınlar. Çox demək olar ki, həm kursda, həm seminara gələn insanlar əksərən qadınlardır daha çox. Yəni bu tip idrakın istehlakçısı da ən çox olardı. Onlar daha yaxın. Onlara daha yaxındır bu ruhaniyyat. Belə bir mürəkkəblik var. Amma məsəl üçün qadın irrasional təfəkkür daşıyıcısı olaraq, desək ki, məsəl üçün, in və yandır da, in qadındır. O daşıyıcısı olaraq yan xüsusiyyətləri kəsb eləyib, girə bilmir bu işin içinə. O tərsinə işləmir. Qədim şərq müdrikləri deyir ki, o da müdrikləşmək istəyirsə, o geri gələn doğuluşunda kişi də olsun. Bu mənada kişi bədənində doğulmaq da bir ayrı avantajdır. Təmizlik və təqva məsələsində şübhəsiz ki, elə bir fərq yoxdur. Yəni, elə qadın var ki, namusdur, qiriyyətdir, həqiqətində titiz, şübhəsiz ki, onlar da cənnətlikdir. Amma peyğəmbərlik gücü, müdriklük bu olmayıbdır. Bir-iki dənə qadın da olubdur belə bəşər tarixində.
Azərbaycanda indi də varlar. Məsələn, mən müdrik qadınlara rast gəlirəm. Amma onlar da çox ağır bir taleydən keçib belə olurlar. Çox ağır bir taleydən. Ölümü görüb gəlməlidirlər ki, o şeyə keçsinlər. Adətən qadınlar da belə qorxulu şeylərdən yan qaçırlar da, təbiət etibarilə. Amma məsəl üçün ağır belə ölümcül xəstəliklər yaşamış qadınlar, çox belə istirablı həyat Və yaxud da keçirmiş. çox böyük bir itki ola bilər. İtkilər, hə. O qadını transformasiya edə bilir. Nadir hallarda bu baş verə bilir. Ümumiyyətlə həqiqətə kişilər də çox nadir gəlirlər. Əlbəttə. Hə, elə bu elə bir şey deyil. Normalda kişilər para axtarırlar, hakimiyyət axtarırlar yer üzündə. Nadir kişilər həqiqət axtarırlar yer üzündə. Hətta savad erasında belə biz insanları təhrik eləyə bilmədik, həqiqəti də axtarın. Onlar elmi öyrənirlər ki, yaxşı para qazansınlar. O kişilik instinkti ancaq onu deyir ki, yaxşı para qazan, çox qadınlara sahib ol. Freud kimi. Bəli, o mənada Freud haqlıdır. Amma Freud ruhaniyyatı anlamır. Freud cəmiyyətdə adi adamın bütün psixikasını qəşəng açır. Amma Buddanın psixikasına girişə bilir. Məhəmmədin psixikasına girişənmir, İsa'nın psixikasına girişənmir. Bu böyük insanları anlaya bilmir. Amma adi insanı rahat anlayır. Hə, ona görə onun tələbəsi Jung bu əksikliyi görüb girdi şərq fəlsəfəsinə. Sizin bir kitabınız da var da bununla bağlı. Nə? Freudun tələbələri və bir də Hə, şərq mənim fəlsəfəsi. tərcümə kitabım. Eynən, tərcümə kitabı. O kitab çox maraqlı Hə, kitab. Zen buddizmi. O hal-hazırda satışda da var səhv eləmirəmsə, düzdür? Mən Var, düz hə. onu tələbə vaxtı alıb oxumuşdum. Hə, Zen buddizm haqqında. Zen və psixoanaliz. Aha. Orada bir dənə Frommla bağlıdır. Aha. Amma Fromm da yəni yanğın Fromm da daha doğrusu Freudun tələbəsi. Freudun da belə yaxşı da kitabları da var. Mən Frommu çox oxumuşam gəncliyimdə. Hansı kitablarını daha çox? Başladım şeylə, azadlıqdan qaçışla, olmaq və ya malik olmaq, Sevmək sənətini oxumusunuz? sevmək sənəti ən balaca Aha, ən kitablarından qısa kitablarından birisidir. biri. Totem və Tabu O belə bir Freudun. kitabı var. Totem və Tabu Freudun. Freudun, Aha, o Freudun. Yox, hə, nekrofiliyanın tarixi, Adolf Hitler və nekrofiliyanın tarixi belə bir kitab da var idi Fromm'un. Belə də o vaxtlar gənc olanda çox oxudum. Mən onu. ümumiyyətlə Mənə də çox fayda siz verdi. indi neçə vaxtdır seminarlarda yox, nə bilim, indi özümüzdə şəxsi söhbət edirik. Mən ümumiyyətlə ara sıra özüm şoka düşürəm ki, neçə yaşınız var? Tez onu soruşaq. 58. 58. Yəni əslində orta hesabına götürəndə, yəni bir insan necə siz o qədər insanlardan misallar çəkirsiniz. Məsələn, Kant olsun, Hegel olsun, çox fərqli məsələn Buda olsun. Mən fikirləşirəm ki, bir insan bu qədər kitabı necə oxuya Ha, bilər? indi siz elə deyirsiniz. Amma o günü birisi götürüb yazıb bir səfihin birisi ki, mən demişəm ki, mən əslində 3-4 kitabdan anladım. Hə. Mən mühazirələrimə qulaq asan bilir ki, ya minlərlə kitab oxumuşam şübhəsiz ki. Əlbəttə, yəni çox Hə. çəkdiyiniz adlar, yəni istəmir onları, yəni o fikirləri demək üçün o adamların mütləq ən azından oxumaq lazımdır. Bu səfih də bunu anlamır. Götürüb yekə bir status yazmışdı. 100-dən də çox adam paylaşmışdı. 10 kimlərdə çoxdur. Ki buna bax özünə filosof deyir 3-4 kitab oxuyub. Bu adam anlamır ki, mən 3-4 kitabdan çox bəhrələndim. Və illərlə oxudum o 3-4 kitabı. Dönə-dönə. O bunu anlamır. Sən minlərlə adam tanıya bilərsən, amma sənin 3-4 dostun ola bilər. Bu həqiqəti belə anlamayan adamlar dəhşətdir. Qabağıma Hara çıxmayıb. gedəcəklər bunlar? Qabağıma çıxmayıb o belə bir post görməmişəm. Mən də heç oxuyan Çox deyildim. məntiqsiz. Dostlar atırdı mənə ki, müəllim sizin haqqınızda belə bir şey yazıblar ki, bu adam etiraf edir ki, 3-4 kitab oxuyub və filosof olub. Dəlisən. Belə buradan deyirəm ona, dəlisən. Mümkünatsız bir şey. Onda hamı Azərbaycanda filosofalar da. Ən azından məktəbdə 3-4 dənə ədəbiyyat Əslində oxumuşam. dərinə getsək, filosof olmaq üçün heç kitab oxumaq da lazım. Əlbəttə, yəni çünki fəlsəfə tamam başqa bir. Hə. Müdriklər kitab oxumadan da müdrik olurlar, Sakrat kimi. Bunlar Sakratdan xəbərləri yoxdur. Ömründə heç bir kitab oxumamış Sakrat. Məhəmməd Peyğəmbər ömründə heç bir kitab oxumamışdı. Hətta deyirlər ki, sən adını da yaza bilməyib. Belə bir şey Müdriklərin çıxmış. müdriki olubdu. Amma müdriklik o deyil ki, müdriklik dərinliklə əxs olunur. Nə olsun ki, sən tut quşu kimi minlərlə kitab oxumusan, başın da xarab olubdu oxumaqdan. Amma müdriklərin içərisində oxumuşlar da var idi. Konfutsi oxumuşdu.
Və onun kitaba münasibətində, onun təlimində də bu əksini tapır. Bu da oxumuş adam idi. Yaxşı saray savadı alıbdı. Sarayda ona çox ciddi bir savad veriblər, Vedaları öyrənib. Heç nitqlərində sitat falan gətirmir oradan buradan. Amma nitqin axışından bilirsən ki, adam məktəblər keçib. Bunu hiss eləyə bilirsən. Hə, bir də var ki, məsələn, məktəb ki, amma tutalım ki, Sokratın nitqinə qulaq asırsan, ən azı Platonun dialoqlarından baxanda, görürsən ki, bu adam bütün teatr tamaşalarına gedib, bu poeziyanı Öz-özünü bilib, bu inkişaf elətdirib. mifologiyanı bilib. Yəni, söhbət şəklində gəzən müdriklükləri hamısını toplayıb qulağına. Toplayıb, bunsuz elmi olmur. İndi birisi kitabdan oxudu, ya dinlədi, götürdü. İndi birazdan cəmaət ancaq audio kitablara qulaq asacaq. Deyəcəksən, kitab oxumayıb, dinləyib. Nə fərqi var ki? Çox qəribə. Mənə bir dənə də bir sual maraqlıdır. Buyurun. Siz mən bildiyim qədərilə Oşonu bəyənirsiniz. Qismən, tam yox. Tam zaten, amma belə qismən bəyənirsiniz. Ona münasibətim Asifotaya münasibətim kimidir. Aha. Orada o dərinliyi bəyənirəm, o şərh potensiyasını bəyənirəm, amma nəticələrinin bəzilərini rədd edirəm. Hətta yəni deyirlər ki, onun Rolls Royce kolleksiyası da var idi. Var idi, Özü hə. halbuki israfçılığı pisləyirdi. Ancaq özünün deyirlər Rolls Royce kolleksiyası belə olub. Biraz ziddiyyətlər mən də görmüşəm. Yox, deyirlər ki, ruhaniyyatçı və zənginliyi, onun almaz bilərziklər şeyi var idi, kolleksiyası da var idi. Bunu da bir söz eləyirdilər. Amma o bunu da çox müdrikcəsinə eləyirdi, bilirsinizmi? Çox fundamental fəlsəfi, onun adam fəlsəfə doktoru idi. Düz diplomunu cırdatdı sonra. Onun nitqində fəlsəfə tarixi hiss olunur. Bir mistik, həm də professional filosof. Savadlı olduğu çox aşkardır. Deyir ki, Budda deyir, zənginlikdən keçdi. Sarayını qoydu, getdi də həqiqət üçün. Və bu bir örnək olub ki, həqiqətin dalınca gedəndə sarayı qoyub gedərsən. Mən deyir, kasıblıqdan da keçdim. Fikir verə bilirsiniz nə boyda sözdür bu. Durmaq lazımdır onun üstündə, düşünmək lazımdır. Elə belə çatmır. Budda zənginlikdən keçdi, mən kasıblıqdan da keçdim. Çünki kasıblıq özü də bir çoxları üçün problemdir. Deyir, bax, səhər axşam oturub mənim Rolls Royce-larımı müzakirə edirsiniz. Çünki kasıblıq sizin üçün saraya dönübdür. Siz kasıblığın özünü dəyərə döndərmişsiniz özünüz üçün və fikirləşirsiniz ki, adam zəngin olsa Allahı dərk eləyənməz. Bu lümpen psixologiyasıdır. Yeri gəlmişkən İslamda da bu var, ha. Məsələn, bir məşhur pritça danışırlar ki, bir dərviş əmin idi ki, zəngin adam Allah adamı ola bilməz. Və eşidir ki, bir nəfər padşah var, zəngin adamdır və o da şeyxdir. Deyir, gedəcəm onu yoxlayacam. Gəlir onun yanına, dərvişdə heç nəyi yoxdur, balaca belə balqabağı olur, su qabı kimi istifadə edir, balaca kisəsi olur içində pul qabı kimi. Nəysə, soyunur paltarını falan, bu ona yemək verir. Kişi də həmən başa düşür, niyə görə gəlibdir. Ona yemək verir, yeyirlər, içirlər. Sonra o padşah ona deyir ki, səni gördüm, könlüm açıldı. Sənə həqiqətən haqq yolçususan. Sənə qoşulub getmək istəyirəm mən də. Bu sarayda mənim üçün yorucu oldu. O dərviş də baxır, deyir, nə danışır? Bu da görməyib. Yaxşı da yemək yeyir. O qaşıqdan, xəncəldən, çəngəldən istifadə edir. Ağzı da açıla qalıb ki, belə bir zənginliyin içinə gəldim, düşdüm. Deyir, valla mən də qoyub getmək istəyirəm səninlə birlikdə. Gedək. Başını itirdiyindən hər şeylərini orada qoyur. Dərviş düşür buna, düşüb gedirlər. 3-4 kilometr gedəndən sonra dərviş birdən tutur ki, mənim pul kisəm qaldı sizdə. Gedək onu götürək. Deyir, ki, boş verginə, yolda Allah bir şey çıxarar. Dilənərik bizə kömək eləyərlər də. Yola nə mənası var? Onun bəlkə 5-6 qəpiyim var. Deyir, yox, o bizə yolda lazım olacaq. Ya gedək, israr eləyir. Padşah deyir, yaxşı qaydaq. Qaydırlar, şirk kisəsini götürür, bir kəmərini bağlayır ki, gedək. Padşah deyir, mən getmirəm sənə. Deyir, niyə? Mən deyir, bu boyda sarayımı atdım, gəldim sənlə. Sən 5-6 Sən 5-6 qəpiyindən keçə bilmirsən. İndi kimdir maddiyata daha çox bağlı olan? Mənmi, sənmi? Ona görə kasıbçılığı özəl bir mənəvi keyfiyyət kimi təbliğ eləyənlər də bir quyuya düşüblər, çıxa bilmirlər. Problemli məsələ. Oşonun belə bir fikri var idi.
Ümumiyyətlə bunu mən çox tez-tez eşitmişəm o kitablarında. Tələbəlik vaxtı çox oxumuşam onu. Və sizdə də bu sözü çox eşitmişəm. Orijinal olmaq, orijinal Özü insan. olmaq, özü olmaq. Bu həmişə mənə mən artıq fikir verirəm ki, insanlar nitqlərində də artıq bu ifadəni istifadə eləyirlər, elə mən özüm də. Sadəcə bir məsələ var. İndi hər kəsin ağlında, təbii ki, indi biz filosof deyilik, çox dərindən fəlsəfə oxumamışıq. Məsələn, mənim beynimdə orijinal insan deyəndə özü olmağı bacaran, Bundan çəkinməyən, amma eyni zamanda özünü də səhvləri ilə bərabər qəbul edən də, yəni təbii ki, belə bir insan nəzərdə tuturam. Ancaq bəlkə də ola bilər ki, hər halda Oshoda, sizdə bu orijinallıq daha da fərqli bir mənası var. Bunun hər hansı daha bir fərqli mənası varmı və yaxud da orijinal insan ümumiyyətlə necə olur? Günlərin bir günü mən bunu böyük bir hikmət kimi anlamağa başladım. Orijinallıq. Bilirsinizmi, insanların hamısı onu bunu kopyalayır. Məsələn, Asif atanın tələbələrini görsəz, onların ən böyük problemi oldu ki, onlar indiyənə kimi Asif atanı kopyalayırlar. Danışığı, yerişi, bir vaxtlar məndə də vardı bu. Amma sən, bu da deyirdi, məni öldürün da. Müəllimi o zaman öldürürsən ki, sən onu kopyalamaqdan əl çəkirsən. Bu çox çətindir. İnsanların xəbəri yoxdur, onların gülüşləri də kopyadır, duruşları da kopyadır, kimdənsə götürüblər. Jestləri kopyadır, replikaları kopyadır. Dünyada çox az adam birbaşa buradan danışmağı öyrənir. Birbaşa həyatını da buradan qurmağı öyrənir, özü kimi. Və biz o adamları görəndə deyirik ki, dahidir. Çünki orijinallıq da oluşudur da. Və elm öyrənəndə də kopyaya düşürlər, başa düşürsünüz. Müqəddəs adamlarının kölgəsində itirlər. Müəllimə çox sayğı ilə yanaşmaq lazımdır. Müəllimə sayğı ilə yanaşmaq aldığı ödəmək deməkdir, sayğı ilə ödəmək deməkdir. Oğru olmursan o zaman. Layiqli sayğını göstərirsən, oğru olmursan. Onda elm götürə bilirsən. Bu olmazsa olmaz şərtdir. Adama pis yanaşa-yanaşa onun elmini oğurlayanmazsan. Bəzən olur görürsən ki, bir fikri hardasa götürürlər, öz statuslarında yazırlar, heç adını da çəkmirlər. Elə bilirlər bu ilə artacaqlar. Yox, bu ilə artmaq olmur. Artmaq ancaq o zaman olur ki, haqqını verirsən. Oğruda bərəkət olmur. Mənəvi oğurlarda da bərəkət olmur. Müəllimə sayğı göstərəcəksən, amma bu mənəvi köləliyə dönüşməməlidir. Sənin öz qarşında borcun var. Sən o qədər bənzərsizsən, səsindən tutmuş bütün reaksiyalarına görə, Allaha doğru gedən yoluna görə, yoluna qədər orijinalsan və sənin Allaha gedən yolu sənin qəlbindən keçir. Başqasının qəlbindən keçmir, başqasının təcrübəsindən keçmir. Bəhrələnə bilərsən o təcrübələrdən, amma o yol sənin qəlbindən keçir. Ona görə öz qarşındakı borcu ödəməlisən, özünü tapmalısan. Hətta mən belə fikirləşirəm ki, əsl müəllim də heç vaxt istəməz ki, tələbəsi onun kopyası olsun da. Hər halda onun Sizə deyim, diksinirlər, müəllimlər onu kopyalayan uşağı görəndə bilmirlər özlərini necə tutsun. amma bu da əsl müəllimdən söhbət edir. Məsələn, Narahat olurlar. narsist müəllim amma istəyir ki, uşaq bunu O xəstədir, o müəllim deyil. O O xəstədir. Amma real müəllim həmişə istəyir ki, sən diriləsən, orijinal olasan, özün olasan. Onda o əsl müəllimliyini yaşayır. Amma görəndə ki, sən şikəst olursan, sən onun kopyasına çevrilirsən, ürək sıxılır onun ki, mən nə edirəm? Mən adamları diriltmək əvəzinə şikəst edirəm. Buna sevinmək olar. 10 dənə mənə oxşayan şikəst uşaq yaranıbdır. Buna sevinmək olar. Ya 100 dənə, ya 1000 dənə. Ona görə hər bir insan Allahın ona verdiyi əmanətə də xəyanət eləməlidir. O əmanət onun orijinal qəlbidir. Yalnız orijinallığımız bizim yer üzünə gəlməyimizin haqqını verir. Biz bənzərsiz olmasaydıq, bizim gəlmə haqqımız yox idi yer üzünə. Mən o şeiri çox anlayıram. Tagorda deyəsən vardı belə bir şey ki, ulduzlar belə darıxırdılar sən gələnə qədər. Hamısı istəyirdi ki, sən gələsən. Beləcə, heç kimə bənzəməyən.
Minlərlə, milyonlarla, milyardlarla insanlar gəlib gedib yer üzünə. Sənin kimisi gəlməyib, tamam. Və sən bunun haqqını ödəməlisən. Sən kiminsə kölgəsi olursan. Təhsil təəssüf ki, bizi kopyalara çevirir, kölgələrə çevirir. Bu idiotlar bir də görürsən mənə yazırlar ki, filosof belə olmalıdır. Deyirəm, sən bilirsən filosof necə olmalıdır. Kanal aç, danış, öyrət sən də. Əlbəttə. Mənim kimlərin umuduna qoyma cəmaatı. Bu bilirmiş. O birisi o təhsilin şikəst elədiyi adamlardır. Bunlar təsəvvür edirlər ki, filosof belə olmalıdır, aktyor belə olmalıdır, şair belə olmalıdır. Xəstəsiz siz. Yəni hər şeyi bəlli bir standartın içinə sığdırmağa çalışırlar. Durmağa çalışırlar. Və bu da orijinallığı öldürür Çünki təbii özləri ki. də orijinallığın nə olduğundan Bu da xəbərləri yox. mütləq ki, orijinallığı öldürəcək sonda. Yox. Əgər bir şeyi standartın içinə sıxsan. Nazim Hikmət Rabindranath Tagora necə oxşuyur? Oxşamır. Ömər Xəyyam ona necə oxşuyur? Füzuli necə oxşuyur? Bunlar hamısı orijinaldılar. Orijinal olduqları üçün var olmaq haqlarını. Və hamısı da həqiqətən Əldə oxunmağa dəyər. Hamısı da oxunmağa dəyər. Dediğimiz adamlar hamısı. Son olaraq istəyirəm biraz ədəbiyyata keçək. Əslində gələn mövzularımız da ədəbiyyatdan daha çox. Çünki Nazim Hikməti xatırladım. çünki ümumiyyətlə kitablarda çox maraqlı xarakterlər var ki, hansı ki onların üzərindən də həqiqətən də çox söhbətlər aparmaq olar. Hətta çox nəticələr çıxarmaq olar düşünürəm. Bir dəfə İlber Ortaylı, bu məşhur türk tarixçisi var, ona sual vermişlər ki, Tolstoy yoxsa Dostoyevski? O demişdi ki, Tolstoy. Yadımda qalan qədər deyirəm. Çünki demişdi ki, Tolstoy daha savadlıdır, daha görmüş insandır və eyni zamanda özünü daha yaxşı yetişdirmiş insandır. Amma Dostoyevski haqqında bunu demirdi. Ümumiyyətlə Rus ədəbiyyatı deyəndə hər halda ki, ağlı ilk gələn 19-cu əsrdir və düşünürəm ki, ağlı da ilk gələn adamlar Tolstoy və Dostoyevskidir. Mən belə bu adamları həm də filosof, psixoloq da adlandırırlar. Mən əminəm ki, siz Tolstoyu daha çox bəyənirsiniz Dostoyevskidən çox. Və mən Tolstoyun açığı bir sevən bir şəxs olaraq oxuduğum kitablarında sonluqlarda həmişə bir Allaha dönüş görürəm. Allaha qarşı getmə, yəni daha doğrusu Allaha doğru getmə görürəm. Qarşı deyil, Allaha doğru getmə görürəm. Məsəl üçün onun bir kitabı var, Dirilmə. Mən bunu əskərdə oxumuşdum. Orada Nekrusov xarakteri var idi. Onun çevrilməsi, bunlar hamısı və artıq Ümumiyyətlə bir dəfə bir podkast Tolstoy təsirləyər. Eynən, məncə də. Və fikirləşirəm ki, Tolstoy belə baxıram ki, bu özü də gizlətmir də, bu dindar bir yazıçıdır, həm də yəni dindar bir filosofdur. İndi insanların hansı ki dinə qarşı bu qədər bir mənalı olaraq radikal yanaşması, məsələn dindar adam paralel bərabərdir cahil adam kimi bir düşüncə formalaşıb da indi. Mən belə fikirləşirəm ən azından. Amma məsələn Tolstoya biz baxanda görürük ki, adam bundan sonra da, yəni əminəm ki, dünya var olduğu müddət ərzində Tolstoyun kitabları oxunacaq da, Tolstoy yaşayacaqdı. Halbuki dindar biri olub. Və bir də mənə maraqlı bir sual var. Tolstoy dindar olmasaydı, Tolstoy ola bilərdimi sizcə? Hə, Tolstoy dindar deyildi əslində, amma ruhani idi. Ruhani. Yəni o mənada Çünki ruhani. o dini tənqid eləyirdi. O deyirdi ki, dinlər olmasaydı insanlar ruhaniyyata daha tez çatardılar. Aha. Kilsə mane olur. O düşünürdü ki, çox belə yanlış bir praktikadır da və doğrudan da elədi. Bizdə də din xadimləri mane oldular. Ruhaniyyatın çiçəklənməsinə. Ona görə bizim ədəbiyyatda da müsbət bir din xadimi obrazı yoxdur. Hələ Şeyx Nəsrullah falan, Beşməkan. Belə demək olar ki, 19-20-ci əsr Azərbaycan ədəbiyyatı, yəni Ədəbiyyatımız o vaxt yaranıb və Azərbaycan maarifçiliyi demək olar ki, hamısı din xadimlərə qarşıdır. Hər əsərdə bunu görmək olar. Hər əsərdə. Hə, belə bir dövr idi. Və Tolstoy da deyirdi ki, bu yalançı dindarlar olmasaydı, bu dar beyinli, bu xəsis düşüncəli, bu aqressiv, kəm hövsələ dindarlar olmasaydı, insanlar bəlkə Allahı tez anlayardılar. Onlar əngələ dönüşüblər Allahla insanlar arasında yardımçı olmaq əvəzinə. Qorxudurlar insanı, uzaq salırlar Allahdan. Əksinə. Və Tolstoy kilsəni rədd edib Allaha sarı getdi. O bir qəribə bir yol getdi. O zaman protestant olur da, səhv eləmirəmsə. Asif Ata ona peyğəmbər müavinliyi dedi. Peyğəmbəri olmayan bir millətin belə bir
unikal bir şəxsiyyəti yarandı və dünya reaksiya verdi Tolstoya, bilirsiniz. 20-ci əsrdə Tolstoya reaksiya verməyən qalmadı. Yəni Tolstoy haqqında ayrıca bir danışmağa dəyər də, biz bunu planlayarıq, amma hələlik yalnız onu deyim ki, o ruhaniyyatın dadını dadmış, ruhani çevrilmənin nə olduğunu bilən bir adam idi və bütün romanlarında da, əsərlərində də bu çevrilməni təsvir edir. Gördüyü üçün təsvir eləyə bilir. Birbaşa yaşadığı üçün. Ya birbaşa yaşadığı üçün bunu çox gözəl də təsvir edir. Unikal qəlbli, böyük bir insan. Tolstoy orijinal insan demək olar. Çox hariç. Mən 10 ildən çox Tolstoy oxudum. Təəssüf ki, bir sətir də yazmadım onun haqqında. Fikirləşirdim kitab yazacağam sonunda. Amma bu belə alınır. Mən ən çox bəhrələndiyim adamlar haqqında heç nə yaza Məsələn, bilmirəm. çox maraqlı var Tolstoy haqqında bir kitab. Amma hər sözümdə o sayğımı, hörmətimi bildirirəm. Çünki ondan elm öyrənmişəm. 10 ilə uzatdım onu oxumağı ki, onun qəlbi ilə yoldaşlıq edeyim, tərbiyə və mərifət alım onun qəlbindən. O necə baxır obrazlara, o necə yanaşır həyata, çox xoşuma gəlirdi. Nədən danışmağı yox, necə danışmağı çox xoşuma gəlirdi. Yaxşı adamlarla dostluq eləyin, oturun, durun ki, qəlbiniz mərifət öyrənsin. Mərifəti başqa cür öyrənmək olmur. Bəs son olaraq Tolstoyun ən çox sevdiyiniz kitabı və belə deyək də izləyicilərə tövsiyə edəcəyiniz kitabı hansıdır? Mütləq ki, bu Tolstoyu oxumasalar belə bu kitabını oxusunlar. Valla mən ən çox bir neçə dəfə Anna Kareninanı oxudum. Amma ən brilliant əsəri düşünürəm ki, İvan İliçin ölümüdür. Həm qısadır, həm də hər şey var. Bütün Tolstoyu anlamaq üçün bu balaca əsəri oxuyub mümkündür ki, anlayasınız tam olaraq. Müşfiq müəllim, çox sağ olun. Siz də sağ olun. Yaxşı bir düşünürəm ki, podkast oldu. Yaxşı müsahibə olanda yaxşı da söhbət olur da. Ümid edirəm ki, bu davamlı olar. İnşallah. Zaten inşallah biz bunu davamlı eləmək istəyirik. Təbii ki, hər şeyin davamlı olması üçün dəstək də lazımdır. Evet. İndi kimisi bunu like edərək eləyir, kimisi bunu bir-birinə göndərərək eləyir, kimisi bunu sponsor olaraq eləyir, kimisi bunu Patreon olaraq eləyir. Yəqin ki, düşünürəm ki, hər kəs də belə bir rubrikanın ölkədə davam etməsi, inkişaf etməsi üçün əlindən gələni verəcək, əsirgəməyəcək və ümid edirəm ki, bizim də bu podkastlarımız, bu söhbətlərimiz Davamı gələcək. əsas da sizin bu çıxışlarınız davamlı olacaq, uzun ömürlü olacaq. Və ümid edirəm ki, bu podkastlar vətənə, millətə xeyirli podkastlar olar. İnsanlar öyrənərlər, maariflənərlər və təbii ki, biz də sevinərik. Təkrar təşəkkür edirəm sizə. Sağ olun. İnşallah növbəti podkastımızda görüşərik. Çox sağ olun. Sağ olun.